xoş gördük sizləri. Bugün biz Şamaxı şəhərindəyik. Daha dəqiq desək, Şamaxı şəhər 6 saylı tam orta məktəbdən sizi salamlayırıq. Bugün məktəblərarası Milli Hakaton Olimpiyadasının seçim mərhələsinin ikinci günü yaşanır və burada da bu olimpiyadaya maraq olduqca yüksəkdir və bizim şagirdlərimiz bir-bir içəri daxil olaraq qeydiyyata yaxınlaşırlar. Qeydiyyata yaxınlaşdıqdan sonra isə bir qədər sonra məhz olimpiyadanın seçim mərhələsi başlanılacaq. Demişdik ki, 300 min məktəbli öz yolunu seçdi və bu 300 min məktəblinin arasından isə 15 mindən yuxarı ən yaxşılar məhz ikinci mərhələyə vəsiqə qazanıblar. Bütün şagirdlərimizə uğurlar arzu edirik və məlumat üçün bildirim ki, olimpiyada Bakı, Sumqayıt, Gəncə və digər şəhərlər də daxil olmaqla 72 mərkəzdə 48 şəhərdə məhz mərkəzləşdirilmiş formatda keçirilir. Bir daha bütün şagirdlərimizə uğurlar arzu edirik. Dəyərli izləyicilərimiz, görək imtahan öncəsi bizim şagirdlərimizin həyəcanları necədir? Yaxınlaşaq. Salam. Salam. Özünüzü təqdim edərdiniz. İbadov Onur. Bu məktəbdə oxuyursunuz. Xeyr, 9 nömrə. Şamaxı şəhər 9. 9 nömrə. Həyəcanlısan? Belədir, normal. İlkin mərhələ sənin üçün Hakatonun ilkin mərhələsi necə keçmişdi? Adını yazsın, bilmədim, düz çıxdı hamısı. Çəkdim. Necə tanış olmuşdun Hakatonla, bu yarışmayla? İnformatika müəllimimiz tanış eləmişdi. Sağ ol. Sənin adın nədir? Xədicə Babayeva. Hansı məktəb? 9 saylı tam orta məktəbdə oxuyuram. Həyəcanlısan Xədicə? Çox. Sənin üçün ilkin mərhələ, yəni birinci mərhələ necə keçmişdi? Çox asan idi belə. Mənim üçün asan idi. Necə tanış olmuşdun bu Hakatonla? Şəlalə müəllimə mənə bu informatika ilə tanış elədi və biz bu imtahanda keçdik. Özünə inanırsan ki, qalib olacaqsan. Bəli. O qalib olmağını bəlkə bizim kameramıza bir göstərəsən. Özünə inamını bir göstər kameramıza. Özümə çox inanıram. İnşallah bu mərhələni də keçərəm. Biz də sənə inanırıq. Uğurlar. Sənin adın nədir? İsmailova Nuray. Hansı məktəb? Şamaxı şəhər 9 saylı tam orta məktəb. Həyəcanlısan. Çox. İlkin mərhələ sənin üçün necə keçmişdi? Asan idi. Necə tanış olmuşdun bu Hakatonla? Şəlalə müəllimə tanışdırdı. Hamınızı Şəlalə müəllimə tanış etdi. Bəli. Deməli, Hakaton ümumiyyətlə bu yarışmada iştirak sənə nə qazandıracaq? Uğur qalibiyyət. Yeni dostlar. Bəli. Sən də özünə inanırsan ki, qalib olacaqsan. İnanıram. Yaxşı, sən də kameramızı göstər. Denəm mən qalib olacağam. Qalib olacaq. Sənə də uğurlar arzu edirik. Bəli, bizim uşaqlarımız həyəcanlıdır. Təbii ki, bu da başa düşüləndir. Bir daha qeyd etmək istəyirəm ki, az sonra imtahan prosesinə start veriləcək və həmin o prosesdən də görüntüləri sizə təqdim edəcəyik. Bizi izləməkdə qalın.